Arazın o tayında yaşayan Azərbaycanlıların milli şuurunun formalaşmasında əhəmiyyətli və misilsiz rol oynayan, tarixə 21 Azər hərəkatı kimi düşən bu hadisələrin rüşeymləri bir neçə il əvvəl qoyulmuşdu. İkinci Dünya Müharibəsinin ilk günlərində İran hökuməti neytral mövqedə qalacağını bəyan eləsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam elətdirirdi. Odur ki, Alman faşistlərinin keçmiş SSR-yə hücumundan 65 gün sonra 1941-ci il avqust ayının 25-də Sovet qoşunları İran ərazisinə yeridildi. Sovet qoşunları ilə eyni vaxtda İranın cənub və qərbindən İngilis qoşunları da ölkəyə daxil oldu. Bundan 10 gün sonra sentyabr ayının 5-də Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün Mirzəcəfər Bağırov Moskvaya çağırıldı. Moskva danışıqları zamanı əldə edilmiş razılığa əsasən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Əziz Əliyevin rəhbərliyi altında partiya, hüquq mühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət xüsusi qrup yaradıldı və onların mərhələlərlə Cənubi Azərbaycana göndərilməsi başlandı. Bu qrupa Süleyman Rəhimov, Mirzə İbrahimov, Mircəlal Paşayev, Mustafa Quliyev, İmam Mustafayev kimi görkəmli ziyalılar və dövlət xadimləri daxil idi. Əziz Əliyevin qrupunun fəaliyyəti Cənubi Azərbaycanda milli şuurun formalaşmasına, milli azadlıq ruhunun alovlanmasına təkan verirdi. Bu vəziyyət İran hökumətini, eləcə də İngiltərə və Amerika Birləşmiş Ştatlarını ciddi narahat edirdi. Hətta belə demək mümkündürsə, Sovet siyasi təbliğatından daha çox narahat edirdi. Heç Sovet rəhbərliyi də buna isti yanaşmırdı. Hadisələrin sonraki inkişafı göstərdi ki, Sovet rəhbərliyinin siyasi maraqları Azərbaycan xalqının arzuları ilə heç də üst-üstə düşmürmüş.